Yasamalda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Hadisə dekabrın 9-u saat 11 radələrində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Anar Zahiroğlu Ağayev yaşadığı Mustafayev küçəsi 443 ünvanındakı 16 mərtəbəli binanın 8-ci mərtəbəsindən yerə yıxılıb. O aldığı xəsarətlərdən elə hadisə yerindəcə ölüb. Baş vermiş ölüm faktı və hadisə ilə bağlı araşdırma işlərinə başlanılıb. Gəncə şəhər ərazisində bıçaqlanma baş verib. Belə ki, şəhər sakini 1975-ci il təvəllüdlü Hüseynov bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb. O dərhal əməliyyat olunub, vəziyyəti kafidir. İlkin məlumata görə 50 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb. Baş vermiş fakt üzrə araşdırma işlərinə başlanılıb. Astara rayon ərazisində Xəzər dənizində 2 nəfər itkin düşüb. Doğru xəbər Azərbaycan bildirir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Dərhal Nazirliyin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə qüvvələri axtarışlara cəlb olunub və aidiyyatı qurumlar bu barədə məlumatlandırılıb. Hazırda itkin düşən şəxslərin axtarışları davam etdirilir. Bu barədə əlavə məlumatlar veriləcək.